Zamanla düzələr. Eləmi? Gədəbəy Şınıq adlı profil yazıb. Salam qardaşlar, sizcə limitin götürülməsi milliyə necə təsir edəcək? Və Azəyə 09 yazıb, Futbolismo kanalında da canlı yayım olsun deyir. Onu eləyəcək Allah qoysa. Nicat müəllim. Nicat müəllimin işi yazıq, orada kameranın birini oradan sönür, buradan yandırır. Onun dəqiqə çox şey qoşmaq olmaz, amma biz indi izləyicilərə buradan deyə bilərik ki, biz də Tərlan müəllimdən YouTube'da canlı eləyəcəyik sizin üçün dostlar. Eləyəcəyik. Gədəbəy biz bu mövzuya hər veririk, toxunuruq demək olar ki, yəni limitin götürülməsi milliyə. Yəni o qədər danışmışıq ki, və bunu məncə zamana buraxmaq lazımdır. Zamanın sınağından. 5 il bu tətbiq olunsun, 5 ildən sonra görəcəyik olur. Bu 5 illik müddət ərzində də biz çox diqqət mərkəzində saxlayacağıq. Yəni bu mövzunun ətrafında çox fikirlər, araşdırmalar eləyəcəyik. Yəni bununla bağlı mütəmadi sizləri məlumatlandırmağa çalışacağıq. Xüsusilə həm təhlillərimizdə, yazılarımızda bu barədə geniş bəhs edəcəyik. Ramin Mahmudov yazdı, necə ki, indi təhsil üçün hamı Misir Mərdanov axtarır, indi bizdə də əvvəlki futbolçu Fuad Musayevin dövrünü axtarır. Maraqlı yanaşmadır. Əlbəttə maraqlı yanaşmadır. Mən o limitin ləğv olması ilə bağlı deyə bilərəm ki, Rəşad Yusufov bugün xatırlatma elədi ki, 2008-2009 və 10-11-ci illər mövsümlərə deyəsən limit aradan qaldırılmışdı və həmin o limitin aradan qaldırılması ilə Azərbaycan çempionatına ilk dəfə Bakı və Qarabağ uğurlu şəkildə play-off'a qədər getmişdilər. Bəli, Bakı Bazeldir. Yəni o legionerlərin sayəsində, yaxşı legionerlərin sayəsində bizim futbolda bu arada Avropada Bakı dedin, Bakı klubunun prezidentini, yəni indi də mən prezidenti kimi qəbul edirəm. Hafiz Məmmədovu da salamlayırıq. Nə baxımdan? Aha. Çünki o dövrdə xatırlayıram, səfər oyunlarına yerli media nümayəndələrinin iştirakını təmin etsin. Və bununla bağlı bəzən charter reisləri belə olurdu. Və təsəvvür edin, Bazelə Bakı komandası enəndə yerli jurnalistlər, yəni şoka sanki bir Barcelona gəlir, kim gəlir bu qədər media ordusu ilə. Bazeldə hamı olub. Azərbaycan mətbuatında hamı Bazeldə olub. Hamı Bazeldə olubdur. Yəni bu arada bu imkanları, yəni indi Hafiz Məmmədov kimilərin yeri çox görünür Azərbaycan futbolunda. Bugün o Hafiz Məmmədov olsaydı, Bakı olsaydı bugün Azərbaycan Premyer Liqasında tam fərqli bir yarış izləyərdik. 100%. Bakıdır, Xəzər Lənkərandır. Yəni bəli, Xəzər Lənkərandır. Onlar çempionatın bəzəkləri idilər. Yəqin ki, nə vaxtsa yenə biz o gözəl günləri yaşayacağıq. Mən ümid edirəm. Elçin müəllim. Bəli.